Biz sizə heç nə etmirik, şərait də yaratmırıq. Çörəyini də zəhər eləyirik, yeməyəsən. İnsanlar öz zəhmətləri ilə dolanırlar. Mən Sumqayıtda piyada gezən biri kimi deyirəm. Bugün heç də orada qoz satan adam mənim yolumun üzərində mənə mane olmur. Çünki mən onu gözəl anlayıram. Mən gözəl anlayıram ki, evinə öz zəhmətini çörək pulu aparmaq nə deməkdir? Amma siz onu anlamayacaqsınız, bəli. Siz deyəcəksiniz ki, qozları payla, çox rahatdır. Pencək giyinmək, qalustuk taxmaq, gəlib kiminsə başının üzərində dayanıb demək ki, sən bunu bura payla, sən bunu bura payla. Paylamaq gözəldirsə, siz niyə paylamırsınız? Onda gəlin belə eləyək, hörmətli Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi, çox təəssüf ki, adını bilmirəm. Siz gəlin belə eləyək, həmin şəxs 2 kisə qozu paylasın insanlara. Siz də maaş kartınızı 1 aylıq təqdim edin həmin şəxsə. Deyirsiniz ki, qozu satmayın da, qoz satmaq olmaz, əl açıq olun. Paylayın, bölüşün, insanları sevindirin. Siz də maaş kartınızı 1 aylıq verin ona. İnsanları sevindirmək gözəl şeydir. Siz də sevindirin də insanları. İnsanların çörəyinə gəlib orada barmaq eləməklə deyil ki. Bəs bugün qoz satıb ailəsinə çörək pulu aparan, satdığı 2 kisə qozu da paylayırsa, o zaman neyəcək? Gedəcək uşaqların yanına. Hörmətli övladlarım, biz 1 ay boyunca